Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu vəssalamu alə mən la nəbiyyə ba'də. Deməli biz Şeyximiz Xalid Rədadi rahimehullahın şərhindən 4 qayda kitabının şərhinə davam edirik. Ən son qalmışdıq Şeyx 1-ci qaydadan danışırdı ki, müəllif rahimehullah buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin dövründəki Məkkə müşrikləri Allah Subhanahu taalanın yaradan, ruzi verən, öldürən, dirildən, işləri idarə edən olmasını təsdiqləyirdilər və lakin bu onları İslam'a daxilləmirdi. Çünki ibadətdə ona şərik qoşurdular. Ve Şeyh buyurur ki, rahimehullah şerhçi, بعد أن الفراغ المؤلف رحمه الله في قاعدة الأولى من تقرير أن الشرك المشركين القدامى لم يكن في اعترافه بإقرار الربوبية وإنما في صرف العبادة لغيره. Yani şerhiyle rahimehullah buyurur ki, müellif burada birinci qaydadan bize demək istəyir ki, əvvəlki qədimdə olan müşriklərin, yani Məkkə müşriklərinin şirki rububiyyətdə değildi. Əksinə onlar Allah'ın Rəbliyini, yaradan, öldürən, dirildən olmasını qəbul edirlər, lakin ibadətdə Allahdan qeyrisinə sərf edirlər ibadəti. İntəqal lil-bəyan təqrir qaidəti saniyə. Bundan sonra isə o ikinci qaydaya keçir. Bundan sonra ikinci qaydaya keçir. Və hiyə ennel müşrikin fi cahiliyyə ma vahhadul asna vel awthan afraduha bil ibad. İnma kanu ya'budun Allah subhanahu ve taala ve ma hadhihi al asna vel awthan allati ubidat fi zamanihim min dun illa wasata vel qurba ittakhadhuha min ajli an yataqarrabu biha ila Allah taala la min ajli anna hiya allati tanfa ve tadur. Yani burada ise yani müellifin ikinci qaydasına keçir. İkinci qaydada müellif rahimehullah buyurur ki, el-qaidatu thaniye, ikinci qayda. Və hiyə, o hansı qaydadır? Ennehum yequluna, yani Məkkə müşriklər deyirlər ki, biz yani ibadət etdiklərimizə və üst tutdaqlarımıza, dua elədiklərimizə yalnız bizi Allaha daha çox yaxınlaşdırırlar və Allah yanında bizə şəfaətçilərdir deyə ibadət edirik. Yani məqsədləri odur. Yani onlar mücərrəd olaraq onlara fayda verirlər, zərər verirlər deyə ibadət eləmirdilər. Onlar ibadət edirlər ki, bu ibadət elədikləri Allah yanında onlara şəfaət eləsinlər və yaxınlaşdırsınlar Allaha. Yəni nuridu minallahi la minhum. Yəni biz Allahdan istəyirik. Onlardan istəmirik. Və lakin bi şəfaətihim. Lakin onların şəfaətinlə. Yəni onlardan istəyirik ki, getsinlər Allaha desinlər, Allah bizi bağışlasın və ya duamızı qəbul etsin. فالدليل قرب قوله تعالى, yani buna da delil, yani ki onların ibadeti Allah'a yakınlaştırmaktan ötürü bütlerine Zümer suresi 3. ayeti. Yani çok açık ayeti bu delil olarak. Bu da alimler deyirlər ki, Şeyhülislam Muhammed Temimi'nin derin fikrini gösterir. Ki getirdiği qaydalara, ister 3 əsasda olsun, ister bu kitapta olsun, yani qaydalara ve cümlelere Allah Subhanahu kitabından çok dəqiq dəlillər getirir. Bu da həmin insanın güclü fəhminə dəlildir. Ki dəlili yerində gətirə bilmək və dəqiq gətirə bilmək. Uzaq Allah buyurur ki, وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَا, yəni Allahdan qeyri özlərinə kimlərsə dost götürənlər deyirlər ki, مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَ إِلَى اللّٰهِ زُلْفَى. Biz onlar bizi Allaha daha çox yaxınlaşdırırlar deyə ibadət edirik. Yəni məqsədimiz nədir ibadətdə? Yaxınlıq. Yəni Allaha daha çox yaxınlaşdırırlar deyə. Diyorsun, demədi ki onların özünə ibadət edir. Allah'a ibadət edir, onlara vasitəsilə niyə? Bizi Allah'a daha çox yaxınlaşdırırlar deyə. İnnəllah yəhkum beynəhum fīmə hum fīhi ixtalifun. Allah Subhanahu taala onların ixtilafa düşdüyü məsələlər barəsində hökm verəcək. İnnəllah la yehdi men huve kâzibun kaffar. Allah yalancı və kafirləri doğru yola yönətməz. Və bu ikinci qaydanın əvvəlidir. Sonra isə şərh eləyən rahimehullah da Şeyx Xalid Rədadi buyurur ki, yəni bu qayda açıqlayır ki, onlar ibadət edirdilər. Yəni həmin zamanın müşrikləri Allahdan qeyrilərinə onları daha çox Allaha yaxınlaşdırırlar deyə. Yəni məqsədləri mücərrəd olaraq onlar fayda və ya da zərər verir deyə deyil. Nədən ibadət edirlər? Allaha daha çox yaxınlaşdırır. İnnəmə hiyə ibaratun an suvar-ı salihin və mədu savvaruha ləhum. Yəni o salihlərin şəkilləri idi. Sonra isə zaman keçdi, onu büt halına gətirdilər. Sonra isə nedilər? Onları başladılar ibadət eləməyə. Min əcli ən yəstəğithu bihə lituqarribuhum ilallahi teala. Yəni onları Allaha daha çox yaxınlaşdırsın nədir? Hətta təşfə'ləhum şəfaətən ində rabbihim. Hətta ibadət edildikləri onlara Allah yanında şəfaət eləsin nədir? Fəhum abadul əsnəm. Onlar bütlərə ibadət edirlər. Min bəb ittəxəzuhə və səllil qurbə ilallah. Yəni bütlərə ibadət eləməkdə məqsədləri
Allah'a daha çox yaxınlaşdırır deyə və Allah'a yaxınlaşmaq üçün vasitə olsun deyə. Kəmə fi qavli Teala, necə ki uca Allah buyurur, müəllifin zikirlədiyi ayə, yəni onlar Allahdan qeyri وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَا Allahdan qeyri özünə dost götürənlərin, yəni ibadət edənlərin məsələ, onlar nə deyirlər? Deyirlər, biz onlara Allah'a daha çox yaxınlaşdırırsınlar deyə ibadət edirik. Allah deyir ki, Allah onların ixtilafa düşdülər məsələ barəsində onları hökm verəcək. Allah yalancı və kafirlərə doğru yol etməz. Qal İbn Kəthir rahmehullah Teala, İbn Kəsir Allah ona rəhmət eləsin buyurur ki, Əxbər azza və cəllə ən ubbadəl əsnəm minəl müşrikin ennəhum yəqulun. Allah bütlərə ibadət edən müşriklər barəsində xəbər verir ki, onlar deyirdilər ki, onlar bizi Allaha daha çox yaxınlaşdırır deyə ibadət edirik. Əy innəmə yəhmilum alə ibadətihim ləhum ennəhum amadu iləl əsnəm ittəxaduha alə suvaril mələikətəl müqarrabin fi zə'mihim. Yəni onlar Allahdan qeyri ibadət elədiklərini, yəni o bütləri, yəni onlar mələklərin surəti kimi, yəni forması kimi və s. düşünərək neyirlər? Onların heykəllərini düzəldirlər və necə ona da ibadət edirlər. Və abadu tilkə suvar. Yəni həmin şəkillərə və ya da bütlərə ibadət edir. Tənziylə lidəlikə mənzilətən ibadətin mələikə. Yəni onlar düşünürdülər ki, bu bütlər, onların şəkillərini çəkdikləri mələklər kimidirlər. Düşünürdülər ki, mələk surətidir bunlar. O çəkdikləri şəkillər və eləcə onları ibadət edirlər. Yeşfə'u ləhum indəllah Teala. Nədən ötürü? Allah yanında onlardan ötürü şəfaət eləsinlər deyə. Fi nasrihim və rizqihim və mə yənubu min umuri dünya. Yəni istər onları kömək məsələsində olsun, ruzi məsələsində və yaxud da dünya işlərindən hansı birində. Və əmməl mə'ad və kanu cahidin ləhu kafirun bi. Amma şey gəldiksə, yəni axirətə gəldiksə, onlar nə edirdilər? Onu inkar edirdilər. Və qala Qatada və Suddi və Malik an Zeyd ibn Əslam və İbn Zeyd إلا ليقربون إلى الله زلفى ليشفعوا لنا ويقربون عنده منزلة لهذا كانوا يقولون في تلبيتهم إذا حجوا في جاهلية لبيك لا شريك لا إلا شريكا هو لك تملك وما ملك. Yani onlar burada mühüm məsələdir bu. Qatada, Suddi və Malik, Zeyd ibn Əsləmdən və İbn Zeyddən gətirir ki, Allaha daha çox yaxınlaşdırırlar deyə nə deməkdir? لِيَشْفَعُوا لَنَا Bizə şəfaət eləsinlər. لِيُقَرِّبُونَ Bizi yaxınlaşdırsınlar. İndahu mənzilətən lihədə. Yəni bunlar səbəbindən Allah bizi özünə yaxınlaşdırsın deyə. Kənu yəqulun fil təlbiyyətin İzə həccu Həcc elədikləri zaman deməli bu nə göstərir? Cahiliyyə dövründə həcc var idi. Aydındır. Cahiliyyə dövründə həcc var idi və həccə hörmət edirdi Məkkə müşrikləri belə. Bugün isə bəzi özünə müsəlman deyənlər həccin hökmünü ələ salaraq inkar edirlər. Müsibətdir vallahi. Məkkə müşrikləri həcc var idi onlarda. İqrar edirlər. Bugün isə hörmət var, təzim var. Bəzən nə deyirlər? Ərəblərə pul yedizdirirsiniz, ay nə bilim mən nə. Bu hamısı həccin gözdən salmaqdan ötürü, Kəbənin təzimi gözdən salmaqdan ötürü və bu yola gedənlərin əzmini qırmaqdan ötürüdür. Əbə, neyin eləsinlər? Allah s.ə. öz nurunda olmayacaq. Onlar istəməsə də. Aydın bunlar hamısı dəsisə, hilədir, alimlər deyirlər. Hilədir nədən ötürü? İnsanlar oradan yayındırsınlar deyə. Ay pul xaçlayırsınız, ay nə bilim mən neynirlər, ərəbləri yedizdirirlər filan, bəhməcən. Və lə havlə və lə qotələ. Məqsəd nədir? Kəbəni təzimdən salmaq və həcci İslamın o 5 əhkamından birini neynə sana çıxartmaq. Onu da inkar edənlər kimlərdir? Şəhadət əvvəlçilər də var idi. Namaz əvvəlçilər də var idi. Oruc əvvəlçilər də var idi. Zəkat əvvəlçilər də var idi. Həcci Bəni İsraildən insanlar inkar edirlər. Bu da aparır, həmin hiləyə aparır çıxardır. Dördünü qəbul edir, həcci inkar edir. Bu da onların hiləsinə aparır çıxardır. Ona görə fikir edir, onlar cahiliyyə dövründə həcc edirlər. Həcdə nə deyir? Dedi ki, ləbbeykə lə şərikə ləkə ləbbeyk Allahum. Sənin qarşına hazırıq. Əmrinə tabiyik. Lə şərikələk. Sənin şərikin yoxdur. Yalnız bir şərikin var. O şərikə də sən özün sahibsən. Aydındır. Lə bəykə lə şərikələk illə şərikən huvələk. Yəni şərikin var. Onun da sənindir. Təmliku və məmələk. Və sən özün sahibsən həmin o şərikədə. Aydındır. Bir növbəsində bu
Onun şəriki olduğunu ispat eləməkdir. Və həzi şübhətəlləti hiyəlləti i'təməduhəl müşrikun qadiməd dəhr və hədithu və cəər rusul salavatullahu sələmuhu aleyhim əcməin bi raddihə və nəhi anhə və dəvət ilə ifradil ibədə vəhdəhu lə şərikə ləh. Bu əvvəlki və günümüz müasir bütün şərik qoşanların, bütün müşriklərin nə idi? Eyni şübhəsidir. Və bütün rəsullar onlara Allahın salavatı və salamı olsun göndəriliblər. Nədən ötürü? İnsanlara tövhidə çağırmaqdan və onların bu şübhələrinə rədd verməkdən ötürü. Fikir ver, Quran-ı Kərim doludur rəsulların dilindən onlara verilən rəddlərlə. Yəni biz səndən əvvəl وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər bir ümmətə Allah'a ibadət edib, Allah'tan qeyri-ibadət onlarla çəkindir, Rəsulullah göndərdik. Aydındır, Quran rəddlərlə doludur. İlahun ma'allah, məcəl Allah başqa bu ilah mı var? Səndən əvvəl elə bir Rəsul göndərmək ki, ona deməyək ki, məndən başqa ibadət haqq məbudu yoxdur və yalnız mən ibadətini deməyək, hamısına. وأن هذا الشيء اخترعه المشركين من عند أنفسهم لم يأذن فيه ولا رضي به بل أبغضه ونهى عنه. Bu ixtira ki, onlar özlərindən ortaya çıxardıblar, ixtira ediblər. Bu onların öz nəfslərindən. Allah bu barədə heç bir dəlil nazil etməyib və ondan razı deyil. Əksinə ona qəzəblənib, ona qadağan edib. Ona görə də buyurur ki, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər bir ümmətə Allah ibadət edin və Allahdan ibadət olunanlardan çəkinin deyə Rəsullar göndərdik. Nəhl surəsi 36-cı ayə. Həmçinin Ənbiya 25. وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونَ. Səndən əvvəl elə bir rəsul göndərmədik ki, ona məndən başqa ibadət olan haqq məbud yoxdur və yalnız mənə ibadət edin deyə vəhy eləməyin. Hamısını vəhyimiz odur. Ona görə deyirlər ki, peyğəmbərlərdə dinin əsli ataları birdir, anaları isə müxtəlifdir. Ataları birdir, çünki kök olaraq. Eyni əqidədir. Anaları müxtəlifdir, yəni şəriətləri. Anaları müxtəlifdir, yəni şəriətləri. Qayə eynidir. Və əxbər ənəl mələikətə ləti fi səmavat vəl mələikətəl müqarrabin və qayrın kullum abidun xadi'un lillahi la yeşfə'un indəhum illə biiznihi limən irtada və leysə indəhu kəl-umara ində mülukihim yeşfə'un bi qayri iznihim fīmə əhəbbuhul muluk və əbəvuhu. Ona görə deyir ki, Allah subhanətələ xəbər verir ki, göydə olan, Allah subhanətələ olan, yanında olan mələklər belə, ona yaxın olan mələklər belə, hamısı Allahın qullarıdır. Ona tabi olanlardır. Allah icazə vermədən və razı qalmadan onlar şəfaət edə bilməzlər. Çünki bu Allah subhanətələ şəfaəti əmirlərin, yəni başçıların, rəhbərlərin şəfaəti kimi deyil. Hansı ki, yəni onlar istəmədiyi kimsəyə belə şəfaət edə bilirlər. Razı qalmadığı kimsəyə belə şəfaət edə bilirlər. Məsələn, mən gəlib desəm ki, filan kəsi işə götür, şəfaət elədim. Sən bəlkə də çağırımı xoşlamırsan. Amma mənim sözümə görə onu işə götürə bilərsən. Amma Allah mütləq özü icazə verməli şəfaəti və razı qalmalıdır. Allah da elə deyil. Aydın, sən heç mən indi sözü keçirəcəm sənə, filan kəsi işə götür. Aydın, sən deyirsin götürüm, xoşun gəlməsin də ondan. Aydındır. Ona görə deyik, fələ tədribu lilləhil əmsəl. Nəhl surəsi 74-cü ayə. Allaha heç kimsənin misal çəkməyin. Aydındır, heç bir şeyi misal çəkməyin. Teala an zalika uluvan kəbirən. Yəni Allah Subhanahu taala bundan ucadı, paçlı və müqəddəsdir. Hədə huvel babul awwalillezi yelicu minhum men yelicu ilə şirk aw haluhu. Amma babul thani huve şefa'a. Deyir ki, bu birinci, yəni ən birinci bu, yəni yaxınlaşdırsınlar Allaha, ola şirk eləyənlərin sığındığı və girdiyi qapıdır. Sonra isə nə məsələsidir? Şəfaət məsələsidir. Şəfaət məsələsidir və şəfaət məsələsində də ayrıca olaraq, yəni şeyh burada bab açır. Və dəlil şəfaəti qavluhu teala və şəfaəti də Allah subhanahu ta'alanın kəlamından və ya'buduna min dunillah ma la yadurruhum və la yenfa'uhum. Onlar ibadət edir Allahdan qeyrilərinə, o kimsələr ki, la yadurruhum, nə fayda verir, nə zərər verir, və la yenfa'uhum, nə də onlara xeyr verir. Və yəquluna, və deyirlər, nə deyirlər? Həulə şüfə'un indəllah. Onlar Allah yanında bizdən ötürü şəfaət edənlərdir. Yunus surəsi 18-ci ayə. Sonra müəllif rahmanullah buyurur ki, həmçinin arxasınca və şəfaətü şəfaətən. Şəfaət iki cür olur. Şəfaətül mənfiyyə, inkar olunan şəfaət və şəfaətül müthbətə və isbat olunan şəfaət. Və şəfaətül mənfiyyə,
İnkar olunan şəfaət nədir? Mə kan tutlab min qeyrillah fīmə la yaqdir aleyh illallah. Allah'tan qeyrisinin gücü çatmadığı şeyi kim nəsə tələb eləmək. Mə kana tutlab min qeyrillah, Allah'tan qeyrisindən tələb olunur. Fīmə la yaqdir aleyh illallah. Ona yalnız Allah'ın gücü çatır. Yani yalnız Allah'ın gücü çatdığı şeyi Allah'tan qeyrisinə istemeye ne deyilir? İnkar olunan şəfaət edilir. Və dəlil qavluhu Teala, bu da hamımızın bildiğimizdir. Bəqərə surəsi 254-cü ayə, yəni ayət 200-dən bir öncəki ayə. Ya eyyuhellezine amanu, ey iman gətirin, enfiqu mimma razaqnakum min qabl an yati yawmun la bey'un fihi və la qullatun və la şəfa'a. Ey iman gətirənlər, enfiqu, Allah yolunda xərcləyin. Mimma razaqnakum, sizə verdiklərim ruzidən. Alimlər də sizə verdiyimiz ruzidən, yəni mimmə bəzisini. Demədi mə razaqnakum. Mimmə razaqnakum, sizə verdiklərimizdən, yəni bir hissəsini. Demədi hamısını. Və alimlər deyir, burada razaqnakuma hamısı daxildir. Elm, pul, hamısı. Elm olanda ilmindən xərcləməlidir. Min qabl ən yəti yevmun. Hansı gün gəlməmişdən əvvəl? O gün ki, la bey'un, nə alışverişin faydası var, və la xulletun, nə dostluğun, və la şəfaət, nə də şəfaətin. Allahu akbar. Vel kafirun humuz zalimun. Kafirler zalim olan kimselerdir. Ve şefaatul müthbete. İkincisi ispat olunan şefaate. O nedir? Elleti tutleb minallah. Allah'tan istenilir. Ve şafi mukranun bir şefaat. Şefaat eden de Allah tarafından Allah ona ikram edilir. Vel meşfu'u lehu men radiye kavluhu ve ameluhu ba'del izin. Ve yaxşı şefaat olunan kimse ise kime ki mesela Peygamber şefaat eləyir, salih kimsələr şefaat eləyir. Şefaat ondan necə olmalıdır? Allah'ın izni olmalıdır. İzindən sonra da hem Allah subhanahu taala həmin adamı kimə şefaat olunur, sözündən və əməlindən razı olmalıdır. Sözündən və əməlindən razı olmalıdır. Alimlər deyirlər ki, yəni o gələcək açığı sözündən əməlindən. Kəmə qalə təala, necə ki, uca Allah buyurur, maraqlısıdır ki, 254-də inkar edir Allah subhanahu taala. 255-də şeydirsə ispat edir. 254-ü dəlil gətirib inkar olan şəfaətə, 255-i isə ayət 200-də olan hissəsini isə gətirib hansı məsələyə ispat olunan şəfaətə. Mən dəllədə yeşfə ində illə biizni. Onun izni olmadan kim onun yanında şəfaət edə bilər? Bunu da gətirib ispat olunan şəfaət var, amma onun iznindən sonra. Onun iznindən sonra. Ona görə alimlər qadağan ediblər hal-hazırda şəfaət istəməyi, peyğəmbərdən, salihlərdən və s. Şəfaat ya Resulullah. Hələ Peyğəmbər sallallahu aleyhi ve sellemə o izin veriləcək, gedəcək səcdə edəcək, o icazə veriləcək ondan sonra. Ona görə deyirlər ki, tevhid və şirk. Şirk nədir? Şəfaat ya Resulullah. Şəfaat ilə ey Allahın Peyğəmbəri. Ey Allahın elçisi şəfaat edir. Bu şirkdir. Tevhid isə nədir? Allahın Peyğəmbərini şəfaatdən nail edir. Allah'tan bu istəmək lazım ki, Peyğəmbər sallallahu aleyhi ve sellem şəfaatdən nail etsin. Aydındır. İndi şəfaətin dövrləri gələcək. Burada dayanaq inşallah düzün Allah bilə sallallahu aleyhi ve sellem Muhammedin və alə alihi və sahbihi ecmaîn. Subhanakallah və bihamdik. Əşhədu an la ilahe illallah.